Gəlmişəm deyəm ki, biz rəhbərimizin dalısında dayanmışıq. Gəlmişik Trumpı üzdən aparaq. Biz ağamız canımızdır. Bu belə əzəmətli cəmaət öz başına gəlib yiyişmir bura. Fəqət düşməni sərnəqun eləməyə görə. Mən balalarımla gəlmişəm, 3 ta uşağım var, hamısını da gəlmişəm. Özüm də zübdötdən işə getmişdim. Əvvəl demişəm bu vacibdir, vacibi olacaqdır bir qolu. Gəlmişəm ki, görsədəm huzurumuzu, ağanın dalısında varıq. Biz gəlmişik vəhdətimizi Puştibani az nizam və vilayət fərqi elan eləyək. Mən bura gəlmişəm ki, deyəm ki, siz Amerika milləti heç iş görənməzsiniz və biz gəlir Təbrizli adamlar sizin bırnınızı yerə sürtəcək inşallah. Amerika İsrail görür da hamı peyamı yetirir. Yəni mənə bir belə cəmaət gəlibdi, bir belə ittifaqlardan sonra peyamı nə mən ola bilər Amerika İsrailə? Ya xoş gəldin da. Bu görə qoy zindəcanlığımızı eləyək. Hə? Gəlmişəm görsədim ki, məmləkətimizdə adamlar vardı ki, himayət eləyəcəkdi vətənimizdən və can verəcək. Bu İran bizim nənəmizdir. İran məmləkətimizdir. Bizim torpağımız və heysiyyətimizdir. Hər kim torpaq çapbağa gözünü çıxacaq biz. Bizə Pəhləvi bir şərəfdir. Bizim fəqət eşqimiz ağamızdır. Torpaq yiyərik, torpaq vermərik. Peyamlıq çəşəudur ki, ta biz nəfəs var o, poş vilayət fərqi yox. Ağamız icazə verirsə, biz onlarla bərxurd eləyəcək. Biz ta nəfəs axırınca poş vilayət fərqi var o. Mən istəyəm Trump qumarbazla rejim istehkini eləməliyəm. Və az tağiyə deyəm ki, mən, xanımım və ovladım bu inqilaba qurbanıq. Və heç vaxt təslim olmayaq. Tavəş damarda qanımız var, biz bu inqilabın dalısında var. İsrail və Amerika əvvəli bir gündən bu məmləkətə heç qələti eləyənməyiblər və bundan sonra da heç qələti eləyənməyəcəklər. Amerikanın İsraili heç qələt atmaz, bu məmləkət İslamıdır. Biz ta payı nəfəs var, ağamızın dalısında yox. Amerikan İsrail heç qələt eləyəm. Buracan bir iş görənməyiblər, bundan mənə də görənməyəcəklər.